etik davranış qaydaları ilk dəfə neçənci ildə, son dəfə neçənci ildə qəbul olunub dəyişib? Deməli, 2014-16 mayda Mikail Cabbarov tərəfindən, 2024-15 mayda Emin Əmrullayev tərəfindən, bəli. Bu da müəllimlərin etik davranış qaydası, sonra olub təhsil verənlərin etik davranış prinsipləri. Aysuğ, demişik ki, təkcə ümumi təhsilə aiddir, yoxsa bütün növ təhsil müəssisələrinə aiddir bu etik Xeyr, davranış müəllimə, qaydaları? bu bütün növ təhsil müəssisələrində çalışan təhsil verənlərə şamil edilir. Ayşə, burada şagirdin rolu var, şagirdə aidiyyəti var, bunu yoxsa təkcə müəllim üçündür? Xeyr, müəllim. Xeyr, müəllimə, təhsil verənlərə Ayşə, şamil edilir. dedi ki, təhsil verənlərin bu etik davranış qaydalarını qoruması onun hüququdur, vəzifəsidir. Müəllimə, vəzifədir. Ayşə, vəzifəsidir. Sonra dedi ki, etik davranış qaydasını pozduğu halda müəllim nə qədər işdən azad ola bilər? 1 il sonra 1 il işinə xitam verilir, sonra o elə bir ki, miqə ayırdan imtahan verir, işini bərpa edir. MİQ vasitəsilə. Sonra dedi ki, müəllim geyiminə, keçiminə, səlqəsinə fikir verməlidir, xarici görkəminə fikir verməlidir. Burada müəllim Bu qoruyur. mədəni davranışdır. Bu mədəni davranışdır. Aha. Sonra dedi ki, müəllim cəmiyyətin, dövlətin maraqlarına naminə öz peşə vəzifəsini keyfiyyətli, səmərəli yerinə yetirməyə borcludur. Müəllimə, bu insan azadlığıdır. Yoxsa məndə kitab təzə idi deyim, mən onu oxumuşam deyim. Yox, biz filankəs müəllim kimi vicdanlı olmaq lazımdır. Hansına aiddir? Müəllimə, ictimai etimad, şərəf, ləyaqət. Vicdanlılıq. Demirik ki, müəllim cəmiyyət və dövlətin maraqlarına naminə Keyfiyyətli, səmərəli müəllim, bəli, vicdan